Baxaq 22-ci suala. A bərabərdir x kvadratı çıx 4. Bu da x minus 2 parçalasaq x plus 2-ni verir. Deməli, qruplarından biri təkadadsa, digər x plus 2 kəsmə hissəyə düşür deməli. Baxaq indi c-yə. C də verilib bizə x kvadrat üstə gəl 4x plus 3. Bunu da qruplarını ayırsaq, kökləri hasili 3, deməli, cəmidə mənfi 4-dürsə, onda olacaq x, köklər olacaq x1, x2-miz, mənfi 1 ilə mənfi 3. Onda bunlar da x plus 1, x plus 3 olur. İndi baxırıq, bunun qruplarından biri tək x plus 3 c-dədirsə, onda x plus 1 də b-yə düşür. Onda b-nin qruplarını yazsaq, biz b-miz olacaq x plus 2, vurulsun x minus 1, vurulsun x plus 1. Buradan da olacaq ki, x plus 2 vurulsun x-in kvadratı çıx 1. Bunu da vurub atacaq, olacaq x-in kubu çıx x, üstə gəl 2x kvadratı çıx 2. O da bərabərdir x-in kubu üstə gəl 2x kvadratı çıx 2. Yəni bizə də b-ni vermişdi əvvəlcədən x-in kubu üstə gəl bx kvadratı üstə gəl cx plus d şəklində. Baxırıq ki, kubların əmsallar bərabərdir. Bu 2x kvadratı deməli bx kvadratında b2 olmalıdır. Cx burada da mənfi x, deməli c-miz mənfi 1-dir. D də mənfi 2-yə bərabərdir. Və bizə deyir b, yəni 2 üstə gəl c, yəni mənfi 1 çıxılsın 2-dir. 2 vur mənfi 2. Bu hissə olacaq 1, üstə gəl 4. O da eləyəcək 5. Baxaq 23-cü suala. X plus a-nın kvadratı çıxılsın y plus b-nin kvadratı bərabərdir. X plus y plus 1 vurulsun x minus y minus 5 deyə bərabərlik x və y-in istənilən qiymətinə doğru olduğunu bilərək a plus 2b-ni tapıb. Bu hissəni sadələşdirsək, deməli, kvadratlar fərqinə görsək, x plus a çıx y çıx b, x plus a üstə gəl y üstə gəl b. O da bərabərdir x plus y üstə gəl 1, x minus y çıx 5. Buradan da x minus y üstə gəl a çıx b şəklində yazaq. Bu hissəni də x plus y üstə gəl a plus b. Yəni ikinci tərəfə uyğun olaraq yazıram. X plus y üstə gəl 1, vurulsun x minus y minus 5. Yəni burada ikinci hissədə, burada x plus y, x minus y deyə, mən də birinci hissədə x minus y ilə x plus y əvvəldə yazdıq. İndi bu bərabərliyin doğru olması üçün birinci baxıram x minus y olan vurğa, burada da x minus y. Yəni burada x minus y üstə gəl a minus b bərabər olmalıdır x minus y çıx b-yə. Buradan alırıq ki, a minus b bərabərdir mənfi 5-ə. Sonra x plus y plus a plus b də bərabər olmalıdır x plus y plus b-yə. Buradan da x plus y ilə getsə a plus b bərabər olur 1-ə. İndi bunları da a minus b də mənfi 5-dir. Sistemi alıb alt-alta toplasaq 2a bərabərdir mənfi 4-ə, a bərabərdir mənfi 2-yə. A-nı yeni mənfi 2 qoysa, burada b də olacaq 3. b3 a mənfi 2. Bizə də hansı qiymət istəyir? Bizə də deyir ki, a plus 2b-ni tap. Yəni, mənfi 2 üstə gəl 2 vur 3-ü. O da eləyəcək 4. Baxaq 26-cı suala. 26-cı sualda da verilən ifadəni sadələşdirək. Bunu a kvadratının kubu üstə gəl b üstə altında b kvadratının kubu üstə gəlsin 6a kvadratı b kvadratı çıx 1. O da bərabərdir. Bunu da kublara görə açsaq a kvadrat üstə gəl b kvadratı, birincinin kvadratı, ikincinin kvadratı, birincinin ikinciyə hasili üstə gəlsin 6a kvadrat b kvadrat, b-nin kvadrat çıx 1. Bu da bərabərdir. Bu hissəni də köməkçi üstündən istifadə edəcək. Çünki bizdə a kvadrat plus b kvadrat verilib. Onda bunu da a kvadrat plus b kvadratına uyğun yazsaq köməkçi üstündən çıx 2a kvadrat b kvadrat olacaq. Burada da çıx a kvadrat b kvadrat var. Bu şəkildə. Üstə gəlsin 6a kvadrat b kvadrat çıx 1. Bu da bərabərdir. Birinci bizə verir 2 vurulsun 2-nin kvadratı 4. Çıxılsın 3a kvadratı b kvadrat.
Üstə gəlsin 6a kvadrat b kvadrat çıx 1. Bunu vurub açsaq 8 çıxılsın 6a kvadrat b kvadrat üstə gəl 6a kvadrat b kvadrat çıx 1. Bunlar da gedir olur 7. Demək buradan baxsaq x kub üstə gəl 5x minus 42 bərabər x minus 3 vurulsun px 28-in sonra baxırıq. Bizdən p3 istəyir. P3 deməli biz birinci px çoxalısını tapıb sonra 3'ü yerinə qoyarıq. Bunun üçün də px-i tapmaq üçün də x kubu üstə gəlsin 5x minus 42-ni bölərəm x minus 3-ə. Bunu vuruqlara ayırmaq çətin olur çünki kubdur. Ona görə tək dərəcə olanda vuruqlarını ayırmaq biraz çətin olur. Ona görə bunu eləyərik. Burada çoxadlıya bölünməsini istifadə edək. Bölünsün x minus 3-ə. Deməli, x kubunu almaq üçün x minus 3-ü x kvadratına vurarıq. Olar onda. Deməli, olacaq x-in kubu çıxılsın 3x kvadratı. Bunlara alt-alta çıxsam, x kubları islah olunur, qalar 3x kvadratı, üstə gəl 5x, çıx 42. Yəni, birincidən ikincidən çıxırıq, mən elə birbaşa çıxdım yazdım. Üstə gəlsin. Təzədən 3x kvadratını almaq üçün x-i 3x-ə vuraram. Yəni, daha doğrusu x minus 3-ü 3x-ə vuraram. Vurub alsaq 3x-in kvadratı çıx 9x. Bunu da alt-alta çıxsaq bunlar islah olunacaq. Olacaq 14x çıx 42. 14x-i də almaq üçün 14-ə vuraram. Olacaq 14x çıxılsın 14-ü 3-ə vuranda 42. Bu da eyni ifadə deyə olacaq 0. Bizim vuruğumuz, yəni px-imiz oldu neçə? X kvadratı üstə gəlsin 3x, üstə gəl 14 şəklində. Yəni bizdən də deyir ki, P3-ü tapın. P3-ümüz də bərabərdir. 3-ün kvadratı üstə gəl 3 vur 3 üstə gəl 14. O da bərabərdir. 9 üstə gəl 9 üstə gəl 14-dən. Yəni 18 üstə gəl 14 32.